Siyəzənli Aynurun evindən düz 79 ağır vəziyyətdə pişik çıxartdım. Siyəzənli Aynurun evinə gedərkən oradan nə qədər ağır vəziyyətdə pişik çıxaracağımı bilmirdim. Çünki sayı nə qədər olduğunu təxmin eləyə bilmirdim. Mənə demişdilər 100-dən çox heyvan ola bilər. Biz ora getdikdə oradan çox ağır və acanacaqlı vəziyyətdə 79 pişik çıxartdıq. 79 pişik və bir balaca it. Mən siyəzənə gedərkən onları hara gətirib yerləşdirəcəyim barədə çox fikir eləyirdim. Ancaq Univit klinikası ilə danışdım. Univit klinikası çox sağ olsun mənə etiraz eləmədi. Çünki onlara da bildirmişdim ki, pişiklər hədsiz çox ola bilər. 100 ola bilər, 150 ola bilər. Mən oradan 79 pişik çıxardıb gətirdim. Klinika sağ olsun gecə ilə Univit klinikası bizi qəbul elədi. Bütün pişikləri müayinə etdi, iynə dərmanlarını etdi. Artıq 10 günə yaxındır ki, pişiklərimiz Univit klinikasında müalicə alırlar, çox yüksək səviyyədə. Hansılar ki, sağaldıb çıxardırıq, onları çimizdirib tərtəmiz Aynurun evindəki o qədər birə yığıblar, birədən təmizləyib yola salırlar. Burada qucuş istəyir bu. Bu balamızın özü çox pis vəziyyətdə qotur idi. Qotur dərmanı da vurmuşuq. Çox arıq idi. Kökəlib maşallah yaxşılaşır, vəziyyəti düzəlir. Digər pişiklərimizin də klinikada hələ qalması uzun çəkəcək, çünki daha ağır vəziyyətdə hələ heyvanlarımız var. Çox arıqdılar, dəhşət zəifdilər. Onların müalicəsini davam edə bilməyimiz üçün klinika ödənişlərinə dəstəyiniz lazımdır.